Sabahınız xeyir. Bugün dekabrın 13-üdür. Mənim gözəl həmkarım Tofiq də söylədiyi kimi nəs rəqəmdir. Amma siz buna yəni fikir verməyin. Bu günümüzü necə yaradacaq, ona necə rənglər qatacaq, onu necə keçirəcək, bu bilavasitə bizim özümüzə bağlıdır. Əgər müəyyən yaranan çətinliklərə biz pozitiv yanarsaq, inanın ki, günümüzü də yarada biləcəyik. Mən səni də salamlayıram. Salamlayıram, sabahın xeyir, əziz bizi izləyənlər. Hər birinizə gözəl gün, gözəl həftə arz edirik. Hava biraz yağışlıdır. Dünən də yağdı, yağış artıq demək olar ki, günün ikinci yarısı yağışlı Bakını müşahidə edirdik. İndi də az çiskini var, proqnozlara görə yağışlı olacaq. Yavaş-yavaş qış öz sərtliyini də göstərir, amma yağışdan da zövq almalıyıq, qardan da, günəşdən də, küləkdən də, hər bir hava şəraitindən. Və mütləq bu günlə, indi ilə yaşamağı bacarmalıyıq. Nə keçmişlə, nə dünənlə, nə sabahla, indi ilə, bugün. Ayın 13-üdür, səhər indi açılıb, onu gərək gözəl açaq, maraqlı qeyd edək. Başlayaq təqvimlə. Aktyor və rejissor, əməkdar mədəniyyət işçisi Məmməd Kamal Kazımov 1929-cu ildə Bakıda doğulub. Uşaqlıq illərindən teatra maraq göstərib. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyoru, rejissorluq fakültələrini bitirib. Akademik Milli Dram Teatrında çalışıb. Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub. Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasında çəkilmiş Bir Cənub şəhərində Yol əhvalatı, Qətil günü, Ölülər, Ümid, Mənim Ağ şəhərim, Şahid qız, Güllələnmə təxirə salınır. Qara Volqa kimi bədii filmlərdə ac hərflər televiziya tamaşasında yadda qalan obrazlar yaradıb. Türk yazıcı, dramaturq Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbulda doğulub. Köhnə Dost adlı ilk povesti 1917-ci ildə nəşr olunub. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi məşhur əsərlərin müəllifidir. Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə ölkəsini qarış-qarış gəzmə imkanı verdiyinə görə ədib Anadolu həyatına yaxından bələd olub. Roman və povestlərində Anadolu insanlarının həyat tərzi maraqlı formada əksini tapıb. 19-cu əsr Alman şairi Heinrich Heine əsərlərində səyahət xəbərlərini ədəbi şəkildə təsvir edib. Dilin aydın və sadə şəkildə formalaşmasına töhfələr verib. O, dövründə əsasən tənqidçi, siyasi jurnalist, esseyist, satirik və polemikaçı kimi tanınsa da, bugün ən çox tərcümə olunan Alman şairlərindən biridir. İqtisadiyyat üzrə Nobel mükafatı almış ilk Amerikalı Paul Samuelson 20-ci əsrin ikinci yarısında iqtisadiyyat elminin aparıcı nümayəndələrindən biri kimi tanınıb. Tarixçi Randall Parker onu çağdaş iqtisadiyyatın atası adlandırıb. Samuelson The New York Times qəzeti tərəfindən 20-ci əsrin ən böyük iqtisadçıları siyahısına daxil edilib. Onun vizit kartı olan İqtisadiyyat təhlilə giriş dərsliyi 40 dilə tərcümə olunub və 4 milyon nüsxədən çox satılıb. Amerikalı müğənni və aktrisa Taylor Swift 1989-cu ildə dünyaya gəlib. O, Forbes jurnalının 2019-cu ildə ən çox qazanan müğənnilər reytinqində ilk sırada yer alıb. Gəlirinin xeyli hissəsini müğənniyə Reputation Stadium Tour albomuna dəstək üçün təşkil edilmiş eyni adlı turne gətirib. Grammy-də daxil olmaqla 200-dən çox nüfuzlu mükafata layiq görülüb. Səhərimiz davam edir. Astroloqlar bildirirlər ki, qarşıdan gələn əjdaha ili xaraktercə liderdir. Və artıq baxmayaraq ki, dekabrın 13-üdür, bax o lider əjdahanın abu-havasını hiss etməyə başlayırıq. Belə ki, kreativ fikirlərə, kreativ həlli yollara yer vermək lazımdır. Standart variantlara deyil. Hər hansı bir məsələni həll etmək istəyirsə, nə dərəcədə qeyri-standart çıxış yolu seçəcəksinizsə, bir o qədər də məhsuldar olacaq sizin üçün. Bir sözlə, bu il insanlardan daha çox biraz fərqli düşüncə tələb eləyir, kreativlik, yaradıcı yanaşma tələb eləyir, standartlardan biraz kənar olmağa və qorxmazlıq, riskə getmək, bəli. Yəni, əjdaha, təsəvvürümüzdə olan o əjdahanın ona xarakterik xüsusiyyətləri ki var, hansı ki bizim beynimizdə canlanır. Bax, onları nəzərə almaq lazımdır ki, bu ildə həmin xüsusiyyətləri tətbiq etsək, uğur bizim ola biləcək. Əjdaha ildir, 12 bürc isə bugünlük proqnozda nələr vəd edir? Qoç, astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Nahardan sonra səfərə çıxma fikrinizi reallaşdırın. Buğa,
Əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. Günorta saatlarından sonra işgüzarlığınızı artırın. Əkizlər, üzləşdiyiniz adamların əksəriyyəti ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtda bu fürsətdən yararlanın. Xərçəng, ilk növbədə səhhətinizi qorumalısınız. Qlobal işlərin həllini, eləcə də səfər planlarını mümkün qədər təxirə salın. Onlardan heç biri sağlamlığınız qədər önəmli deyil. Şir, yeni işgüzar əlaqələrə start vermək üçün ulduzlar əlverişli şərait vəd edir. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız. Qız, böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu alınacaq. Tərəzi, fəaliyyət və şəxsi işlər üçün uğurlu vaxtı. İnsanlara qarşı unutqanlığınızı dəf edin. Axşam saatlarında istirahətə daha çox vaxt ayırmağa çalışın. Əqrəb, səhər saatlarında əsəblərinizi cilovlaya bilsəz, günün qalan müddətində ovqatınız xoş olacaq. Mühüm adamlara baş çəkin ki, lazımi məqamlarda sizə dəstək olsunlar. Ox atan, qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Oğlan, səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyətiniz ürəyinizcə olacaq. Yeni təkliflər də göstərilir. Dolça, enerjinizin azaldığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar axtarın. Ətrafınızda bu cür insanlar az deyil. Balıqlar, hansısa böyük bir işinizi həyata keçirmək üçün şans qazanacaqsınız. Bununla yanaşı perspektivli görüş və maddi gəlir də mümkündür. Şəhərimizdə, yəni Bakıda kirayə evlərlə bağlı müəyyən bir çətinliklər yaşamağa başlayıb. Belə ki, qiymətlər 2-3 qat artıb. Səbəb kimi nəyə göstərirlər? Köhnə tikililər sökülür və yeni tikiliyə köçürülənə qədər sakinlər müvəqqəti olaraq kirayə evlərdə yaşamalı olurlar. Və bu zaman artıq o mənzil sahibləri təbii ki, görürlər ki, tələbat artıb. Yəni müəyyən pul ödənilir və 2-3 qat qaldırırlar. Və söhbət ondan gedir ki, təkcə yeni tikililərdə deyil, elə köhnə tikililərdə də ev kirayələmək olduqca çətinləşir. Əlbəttə rayonlardan da asılıdır. Əgər sən mərkəzi rayonlardasansa, tutaq ki, Nərimanov olsun, Nəsimi rayonu, Yasamal rayonunda bu qiymətlərdə biraz artım daha çox hiss olunur. Çünki nəyə görə? Həmin rayonlarda o əsas strukturlar oradadır, universitetlər oradadır, tutaq ki, tələbələr üçün və yaxud iş yerləri müəyyən dövlət və yaxud özəl sektora aid olan qurumların mərkəzləri, ofisləri əsas etibarilə oradadır. Ona görə də bütün bunlar nəzərə alınır. Metroya daha yaxın məsafədə olmaq. Bu şərtlər həmişə olub. İndi nəyə görə? İndi bu süni artımın qarşısını almaq üçün nələrə diqqət yetirilməlidir mövzumuzda bu haqda? Kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Qiymət artımına səbəb kimi isə paytaxtda köhnə binaların sökülməsi və sakinlərin yeni evləri təhvil verilənə qədər kirayələrə köçürülməsi göstərilir. Bu isə köhnə binalarda kirayə mənzil tapmaq məsələsini daha da çətinləşdirir. Üstəlik qiymət artımı hətta köhnə binalara da təsir edir. 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsü prosesinə başlanıldı. Hal-hazırda bugünə qədər paytaxt Bakı şəhərində onlarla köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzləndi. Bu səbəbdən sökülən bütün köhnə çoxmənzilli yaşayış binalarındakı və fərdi həyət evlərində olan ucuz kirayəlik mənzillər artıq kirayə bazarına çıxmış oldu. Və bundan əlavə həmin mənzillərdə yaşayan sakinlər özləri məcburən uzun müddətli, təqribi 2-3 il müddətinə kirayə çıxmalı oldular. Paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonları ərazisində yerləşən kirayə mənzillərə isə tələbat daha çoxdur. Bu da ali təhsil müəssisələrinin və rəsmi iş yerlərinin əksəriyyətinin həmin ərazilərdə yerləşməsi ilə bağlıdır. Ən çox tələb olan ərazilər metro ətrafı və universitetlərə yaxın olan ərazilərdir. Bunları da misal olaraq Elmlər Akademiyası, Gənclik, Nərimanov, Sahil metrosu və 28 may metrosu ətrafı ərazilərdə qiymət artımı daha yüksək özünü göstərir. Həmçinin Bakı şəhəri
kənar ərazilər, Xırdalan, Masazır və Sumqayıt şəhər ərazilərində də qiymət artımını görməkdəyik. Qiymətlər hal-hazırda bir otaqlı mənzillər, ən ucuz ərazilərdə bina evləri minimal qiymət 300-350 manatdan yuxarı təklif edilir. Bundan başqa Bakıda kirayə ev tapa bilməyənlər Xırdalan və əsasən də Sumqayıta axın edirlər. Bu isə adı çəkilən şəhərlərin kirayə mənzil bazarına təsir edir. Artıq Sumqayıt və Xırdalanda istər köhnə, istərsə də yeni tikilən binalarda da qiymətlər bahalaşır. Nilufər Səlim, Emin Əhmədzadə, Telesəhər. Mütləq şəkildə ilk növbədə həmin o ritm pozuntusunun nə ilə bağlı olduğu araşdırılmalı və özünün nə olduğu bilinməlidir. Bunun üçün də bir çox hallarda kardioqrammanın çəkilməsi kifayət edir. Bəzi hallarda isə çəkilən kardioqrammada heç ritm pozuntusu, aritmiya görünmür. O zaman kardioloqlar daha geniş miqyaslı müayinələr təyin edirlər və onun nəticələri əsasında artıq müalicənin tələb olunub-olunmadığını pasiyentə bildirə bilirlər. Məsələ ondadır ki, heç də bütün çırpınmalar, heç də bütün aritmiyalar nə dərman terapiyası tələb edir, nə də ki, hansısa bir ixtisaslaşmış tibbi yardım. Buna biz adətən ekstrasistollar deyirik. Bəzən insan hansısa bir kofe içəndəmi və yaxud fiziki gərginlik zamanı ürəyi anidən səhv döyünür, sonra düzəlir. Belə hallarda əgər digər risk faktorları yoxdursa, sadəcə pasiyentə müşahidə kifayət edir və kofedən uzaq durmaq, siqaret çəkməmək kimi məsləhətlər verilir. Aşırı fiziki gərginlikdən uzaq durmaq tövsiyə olunur. Alimlər araşdırmalar aparıblar və bildirirlər ki, ümumiyyətlə havanın çirklənməsi səndəmi birbaşa insanın psixologiyasına təsir edir. Yəni depressiv hal yaranır və uzandıqca uzanır. Mən misal üçün dəfələrlə Tofiq eşitmişəm ki, Londonda hava daimi dumanlı olur. Əslində buna rus dilində bir söz var, smog. Yəni dumanın da bir növü var da, yəni çirkli duman olur və bu insanların tüstülü bir hava olur və bu insanların əhval-ruhiyyəsinə çox güclü təsir edir. Amma artıq proses nədən ibarət olur? Yəni orqanizmdə hansı proseslər gedir? Onun fizioloji baxımdan necədir? Yəni biri var əhval-ruhiyyə baxımından, sən baxırsan, ümumi görüntü səni sıxa bilər ki, hə burada dumanlıdır, hava niyə günəşli deyir və bu ayrı bir məsələdir. Amma çirkli havanın və ümumiyyətlə çirkliliyin orqanizmə təsiri, bax bu mövzuya istəyirik toxunaq, o təmizlik, natəmizlik məsələsi nə dərəcədə o sağlamlığımıza, əhval-ruhiyyəmizə təsir göstərə bilər. Əməkdaşımız görək nələri çatdırmağa çalışıb, xüsusən də psixoloq mütəxəssis rəyinə də diqqət yetirək. Kanadalı tədqiqatçılar havanın çirkli olması ilə insanların xoşbəxtliyi arasındakı əlaqəni araşdırmaq üçün 14 Avropa ölkəsinə səyahət ediblər. Mütəxəssislər ekoloji çirkliliyin əsas səbəbi olan fosil tərkibli yanacağın işlənməsi və adam başına düşən karbon ifrazını analiz ediblər. Bəs görəsən bizim ölkədə ekoloji vəziyyət necədir? Bakıda da təəssüf ki, urbanizasiyanın səviyyəsi çox yüksəldiyinə görə, yəni şəhərin əhalisinin artımı ilə əlaqədar və iqtisadiyyatın inkişafı ilə əlaqədar deməli iş yerlərinin Bakıda olması bu da şəhərin yüklənməsinə gətirib, yəni əhali ilə. Və əhalinin çox olması da həmçinin avtomobildən istifadəni, yəni fərdi avtomobillərdən istifadəni də artırmışdır. Həmçinin insanlar ictimai nəqliyyatdan daha çox öz fərdi avtomobillərinə üstünlük verir və bu fərdi avtomobillərdən də çıxan belə deyək tullantılar o havanın çirklənməsinə səbəb olur. Mütəxəssislər deyir ki, çirkli hava nəinki insanların, həmçinin digər canlıların da həyatına təsir edir. İnsanların isə təkcə sağlamlığına deyil, həm də psixologiyasına müəyyən təsirləri var. Hava kirliliyi ilə bağlı olan bəzi kimyasal maddələrin beynin üzərində təsirləri sonucu demans xəstəliyinin ortaya çıxdığını, yüksəldiyini, risk faktorunu yüksəltdiyini deyirlər. Və bəzi durumlarda amigdala, hipokampus və prefrontal korteksimizin, beynimizin bu kimyasallar doğrultusunda zərər gördüyünü və bu zərər doğrultusunda duyğusal ruh halımızın dəyişdiyini ortaya qoyan bəzi çalışmalar var. Xoşbəxtliyimiz öz əlimizdədir. Araşdırmaların nəticələri belə deməyə əsas verir. Çünki ekoloji çirklənmənin qarşısını ala bilərik. Digər tərəfdənsə özümüzü həm də psixoloji cəhətdən güclü hesab etməliyik. Çünki yalnız belə olduğu təqdirdə əhval-ruhiyyəmizi daim yüksək tuta bilərik. Sədaqət Süleyman, Vurxan Turabov, Telesəhər.
Ölkəmizin müxtəlif nöqtələrində qədimi türbələr mövcuddur ki, bu günümüzə qədər qorunub saxlananlar çoxdur və çox maraqlıdır ki, bu türbələr əsasən məzarlar üzərində inşa olunurdu. Yəqin ki, bunun artıq nədən irəli gəldiyini tarixçilər daha gözəl bilərlər. Misal üçün, Lerikdə bir Xəlifə Zəkəriyyə türbəsi var. Olduqca mistik bir türbədir, amma eyni zamanda oranı ziyarət edən insanlar onu da bildirirlər ki, bizə qəribə bir güc-qüvvə gəlir. Biraz həmişə insanlara maraqlı olub da bu həyat və bundan başqa insan dünyanı dəyişir, hara gedir, harada yaşayır və bəlkə də türbələrin o dünyanı tərk edənlərə yaxın olması, insanların məhz orada ziyarətə gəlməyi, orada dualar etməyi, orada nələrsə haqqında düşüncələrə dalmağı, bu digər dünyaya olan maraqdan irəli gələ bilər. Bu, ən azından belə məntiqi düşüncələrimi işə salaraq bunu belə fikirləşirəm. Bəzən də bəlkə psixoloji, emosional vəziyyətə keçsək, rasionallıqdan biraz çıxsaq emosionallığa, bu bəlkə də daha çox belə reallıqdan qaçma da ola bilər. Yəni, insan reallığı, gerçəkliyi qaçır və hər şeyi o biri dünya ilə, o biri məkanla, o biri bir fəza ilə əlaqələndirmək istəyir. Bu analizlər əslində çox saat aparan bir fəlsəfədir. Bu, insanlar bundan kitablar yazırlar, əsərlər həsr ediblər. Və əsrlər keçəcək, yenə bu müzakirə mövzusu olacaq, dünya var olduqca. O ki, qaldı bu türbəyə, bu türbənin tarixiliyinə. O gelib çıxır haradasa bir 5-6 əsr bundan əvvələ, tarixi orta əsrlərdən olan türbədir və əməkdaşımız bu türbənin tarixiliyini, özəlliyini bizə çatdırır. Təəssüflər olsun ki, türbədə daş qoç heykəllərinin çoxusu sındırılıb, yəni orada yerdə görünür. Yəni bizim apardığımız müşahidələrdə gördüklərimiz əsasında bunu deyirik. Burada da daha biri, qarşıda daha biri, yəni bir çox, bəlkə də ondan çox qoç daş heykəli sındırılıb. Bu da bu ərazidə qızıl axtarmaq məqsədi ilə sanki bu baş daşının içərisində qızıl var, onu axtaranların, necə deyərlər, qurbanına çevrilib. Əslində isə bu qoç heykəllər qızıldan da qiymətlidir. Dəyəri onun mahiyyətində, varlığında, keçmişimizi bugünə qədər gətirib çatdırmağındadır. Bir vaxtlar Lerikin təxminən 40 kəndində bu tip abidələr mövcud olub. Ümumiyyətlə isə qoç obrazı Azərbaycan xalqının ən əhəmiyyətli totemlərindən biridir. Qoç, döyüş, qəhrəmanlıq rəmzidir. Baş daşı qoyanda əlbəttə o ölənin hörməti, nüfuzu, xidmətləri elə o dövrdə də nəzərə alınır. Tutaq ki, sərkərdədirsə qoç fiquru qoyulurdu. 15-16-cı əsrlərə aid olan Xəlifə Zəkəriyyə türbəsi. Türbədəki qəbrüstü abidələr içərisində sayca qoç heykəllər üstünlük təşkil edir. Onların səciyyəvi cəhəti böyük ölçüdə olmalarıdır. Digər amil hazırlanmasında istifadə olunan tikinti materialları və üzərindəki təsvirlərdir. Daş qoç heykəlinin üzərində təqribən 8-ə yaxın, yəni döyüşçü silüeti burada təsvir olunub. Yəni burada açıq aydın sırayla, yəni silahlanmış vəziyyətdə aydın hiss olunur. Bundan başqa Xəlifə Zəkəriyyə türbəsinin ərazisindəki digər qoç heykəllərinin üzərində həm də sənətkarlığa aid, yəni müxtəlif təsvirlərə rast gəlinir. Lerik ərazisində mövcud olan daşqoç heykəllərinin elmi ədəbiyyatda Ağqoyunlu və Qaraqoyunlu dövlətinə aid olması ilə bağlı fikirlər mövcuddur. Çünki vaxtı ilə bu ərazilər də həmin dövlətlərin tərkibində olub. Xəlifə Zəkəriyyə türbəsində eyni zamanda elə orta əsrlər, yəni o dövrlərə aid olan səndüqə tipli qəbirlər də yer alır. Bu yanında durduğumuz həmin qəbirlərin, yəni 3 yaruslu formasıdır, 3 tipli formasıdır. Belə qəbirlərdə adətən həmin dövrün sayılıb seçilən şəxsləri, yəni ola bilər ki, din xadimləri və yaxud da ki, digər hansısa bir sahədə məşğul olan, yəni dediyimiz kimi hörmətli şəxslər dəfn olunduğu ehtimal olunur. Türbədə qoç heykəllərdən başqa orta əsrlərə aid adambaşlı və günəş təsviri olan başdaşlar da var. Əcdadlarımızın yaratdıqları bu daş abidələr qədim tariximizi əks etdirən dəyərli qaynaqlardır. Dəqiq qeydiyyat aparılaraq onların kataloqunun hazırlanması və öyrənilməsi ən zəruri məsələlərdən biri olmalıdır.
Azərbaycan Yazıçılar Birliyində Söz və Natəvan dərgilərinin 30 illiyinə həsr olmuş bir tədbir keçirilir və burada bizim görkəmli ziyalılarımız, tanınmış simalarımız iştirak ediblər. Sözün keçdiyi yaradıcılıq yoluna nəzər salıblar. Bu arada Litvada Azərbaycan Mədəniyyət Günləri keçirilir və burada bizim Estoniyada yaşayan azərbaycanlı soydaşımız Rövşən Nurlunun, rəssam Rövşən Nurlunun sərgisi keçirilib, rəsmi sərgisi keçirilib və maraqlıdır ki, tədbirə Yahudi, Ukrayna, Alman, Tatar icmalarının nümayəndələri, Latış icmalarının nümayəndələri də qatılıblar. Çox sevindirici bir məqamdır. Mən arzu edirəm, misal üçün, Litva televiziyasına çox ümid edirəm ki, vaxtı ilə belə bir caz festival olub, demək, yayın ritmləri. Bu Litvada başlayan festivalda 1978-ci ildə Vaqif Mustafazadə də iştirak edib və bununla bağlı əslində mən Səfir xanıma müraciət etdim. O da işin getdiyini mən çox arzu edirəm ki, o bütün konsert tapılsın. O konsertin özü əgər orada qorunursa tapılsın. Çünki çox təəssüf ki, vaxtı ilə müəyyən səbəblərdən demək olar ki, Vaqif Mustafazadənin solo falan heç biri qalmır. Heç biri qalmır. Bugün o izlədiyimiz ağ-qara lentdəki o da elə həmin o Riqadakı festivaldan olan bir görüntülərdir. Bütün konserti çox arzu edirəm ki, nə vaxtsa tapacağıq və bu böyük bir sərvət olacaq bizim caz sevərlər üçün. Odur ki, qaldı mədəniyyət aləmində olan digər yeniliklərə, gəlin hal-hazırda mədəniyyət xəbərlərini keçirək. Musiqi elə bir toxumdur ki, onu insanların qəlbində yetişdirmək üçün uzun zaman lazımdır. Lakin Tükəzban İsmailova səsi və sənəti insanların qəlbində sanki musiqi bağı, nəğmə çələngi yaratdı. Klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseyn Qulu Sarabskinin muğam sinifini bitirən Tükəzban xanım yaradıcılığı boyu təqdim etdiyi hər ifası ilə ustadının varislik ənənələrini sədaqətlə davam etdirir. Yuxusuz gecəm sənin intizarındır. Tükəzban İsmailova istedadlı vokalist olduğu qədər də peşəkar xanəndə idi. Repertuarında muğam, təsnif və xalq mahnıları xüsusi yer tuturdu. Unudulmaz xanəndənin 100 illik yubileyi ilə bağlı xatirəsi Beynəlxalq Muğam Mərkəzində bir daha yad edildi. Hər xanəndənin özünə məxsus ifa üslubu, hər xanəndənin özünə məxsus çalarları, yəni Tükəzban xanımın bu dəqiqə hansısa bir mahnısını, hansısa bir muğamını eşidəndə istənilən deyirsən ki, bax bu qatar muğamı bəli Tükəzban xanımın ifasıdır. Mirzə Hüseyn Segahı bu Tükəzban xanımın ifası və yaxud Şövkət xanım və yaxud Sarı xanım və yaxud digərləri. Yəni çox sevindirici haldır ki, hər xanəndənin, hər müğənninin, hər ifaçının özünə məxsus üslubu, özünə məxsus belə deyək, zəngin dəstək xətti olmuşdur. Tədbirdə xanəndənin repertuarından olan muğam və təsniflərə müraciət edildi. Yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənən Tükəzban İsmailovanın Azərbaycan musiqi tarixində, xüsusən də qadın müğənnilər arasında öz dəstək xətti olub. Yetişməkdə olan gənclər də xanəndənin yaradıcılığını izləyir və qoyduğu irsdən bəhrələnirlər. Tükəzban xanım Allah rəhmət eləsin, bizim gözəl dəyərli sənətkarlarımızdan biri olub. Nə xoş ki, mən də bugün iştirak edirəm, mən də ifaçılar sırasındayım. Çox xoşbəxtəm ki, bir gənc ifaçı kimi bu cür gözəl sənətkarımızın 100 illik yubileyində iştirak edirəm. Yubiley gecəsində xalq artisti Zabit Nəbizadə, əməkdar artistlər Nuriyə Hüseynova, Sevinç Sarıyeva, Təyyar Bayramov, Qoçaq Əskərov, Ehtiram Hüseynov və xalq artisti Munis Şərifov rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin qədim musiqi alətləri ansamblı çıxış etdi. Mavi, sarı, yaşıl, pastel rənglərin ahəngindən yaranan sənət əsərləri.
Modernizmin böyük nümayəndələrindən biri olan məşhur rəssam Vincent van Goghun fırçasına aid incilər. Əsərlərində canlı rənglərin tez-tez müşahidə olunduğu və hər tablosunda fiqurların sanki canlandığı müşahidə olunan rəssamın günəbaxan simvol istifadə etməsi hamıya məlumdur. Bu, Van Goghun rəsmlərində sevgi və sədaqətin təcəssümü, təbiətə olan dərin duyğuların göstəricisidir. Bütün düşüncə və hisslərini kətana köçürən rəssamın növbəti gizli simvolu aşkarlanır. Bu cəsarəti əks etdirən sərv ağaclarıdır. Ruhi sarsıntı yaşadığı anlarda rəssama güc verən və həyatla kətanı arasında xüsusi bir bağ yaradan sərv ağaclarını təsvir etməsi əbəs deyildi. Çünki bu ağacların yaratdığı ecazkarlıq onun kətanında güclü küləyin və ayın əksi ilə sanki əzəmətini nümayiş etdirir. Qəbristanlıqda əkilən və tabutların hazırlanmasında istifadə olunan sərv ağacları Van Gogh ruhunu əks etdirən amilə çevrilir. Bu ağaclar Ovide və Horatsi kimi klassik yazıçıların əsərlərinə matəm kontekstində görünür. Bu birləşmələr əsrlər boyu davam edərək Shakespeare'in pyeslərində və Van Gogh'un heyran olduğu Victor Hugo'nun romanlarında da müşahidə olunur. İllər keçdikcə rəsmlərinə böyük tələbat və sevgi yaranan rəssamla bağlı başqa hansı gizli məqamlar açılacaq, bunu isə artıq zaman göstərəcək. Və bizim sevimli sosial şəbəkələr, sosial media həyatımızın ayrılmaz bir hissəsi. Instagramda çox maraqlı bir səhifə var. Son dövrlər onu çox izləyirəm. Tuhaf amma gerçək. Yəni əslində türk qardaşlarımız apardığı bir səhifədir. Yəni qəribə amma gerçək, yəni olan şeylərdir. Misal üçün, Afrikada iri kisəli sıçanlar yetişdirirlər və onları təlim keçirlər. Nə üçün? Tutan ki, tapılmamış minaları aşkarlayırlar bu sıçanlar. Bəli. Və məhz sıçol da deyil, sıçandır. İri kisəlidir, tapır və onu zərərsizləşdirirlər. Sıçanları bilmirdim, amma itləri bilirdim. Çünki bir dəfə bizim bu sahə üzrə olan mütəxəssislər, qonaqlarımız oldular. Hanamadan gətirmişlər o itləri. Və biz burada gizlətmişdik studiyada yer gəlmişən həmin o minaları və yaxud silahları. Elə yerlərə gizlətmişdik ki, heç gün ağlına gəlməz. Amma ilk gəldi belə bilməz gəldi. İtləri biz öyrəşmiş, amma sıçanların tapması misal üçün bizə qəribə gəlir. Dresləşdirmə o və yaxud əhliləşdirmə məsələsi var. Əhliləşdirmə və ya tutalım ki, günəş balığı deyilən bir balıq var. Çəkisi bir tona çatır. Ən güclü skeletə, yəni sümüklərə malikdir, amma onun balası yumurtadan çıxdıqda bilirsən, ölçüsü nə boyda olur? 2,5 millimetr. Təsəvvür edirsiniz. Sonra böyüyür olur o boyu. 1 tonluq bir balığa çevirir. Həyat doğrudan da qəribədir və bu qəribəlikləri özündə birləşdirən maraqlı görüntülər, təsvirlər var. Bəzən bu yaradıcılıqla, kreativliklə müşahidə olunanda daha da diqqəti cəlb edən olur. Gəlin, sosial mediadan olan maraqlı görüntüləri izləyək.
İdman aləmi təkcə qələbələr və ya uğursuzluqlarla yaddaşlarda qalmır, bəzən qalmaqallarla da xatirələrimizə hopurlar. Belə ki, dünən olub bu hadisə. Ankara'da yerli ölkənin o futbol çempionatında, futbol üzrə çempionatda hakim döyülüb. Yox, səhv etmirəmsə, Sırağa gün baş verdi və çox ölkə futbolu imici üçün olduqca bir rəzalət doğuran bir hadisədir əslində. Futbol azarkeşləri. Təsəvvür edin, futbol oyunu gedir. Bəli, hakim bir qərar verib. Azarkeşlər bununla razılaşmırlar. Amma bu oyundur və futbol klubunun prezidenti sən stadiona hakimi döyəsən. Necə olacaq? Əlbəttə, reaksiya çox kəskin, mənfi və bir futbol federasiyası olaraq, Türkiyə Süper Liqası olaraq buna yanaşma çox kəskin oldu. Hətta ölkə rəhbərliyi də bu məsələyə çox ciddi yanaşıb və kəskin tənqid edib. Həmin o prezident, futbol klubunun prezidenti, eləcə də onun yanında olan bir neçə nəfərlər həbs olunublar. Onunla bağlı artıq iş başlayıb, icraat başlayıb, prokurorluq bu məsələ ilə məşğul olur. Və futbol çempionatında da dayanma fasilə var. Təsəvvür et, yəni nə dərəcədə futbol adına həm mənəvi baxımdan, həm də oyunların gedişatı baxımından durğunluq yaranır. Odur ki, əziz dostlar, belə hadisələr bəzən olur. İnsan öz emosiyalarına hakim kəsilə bilmir. Bununla heç cürə biz onlara haqq qazandırmırıq. Amma bu hadisələrdən bir növ örnək götürməliyik ki, istənilən halda futbolda lap istəyir 10-0 nə nəticə olur olsun, fərqi yoxdur. İnsan gərək bu mənada öz emosiyalarını cilovlaya və hakimin qərarına hörmətlə yanaşa. Elə bu haqdadır növbəti süjetimiz. Bu arada çok enteresan. Türkiyədə uzun müddət yaddaşlarda qalacaq hadisə baş verib. Ankara Gücü Çaykur Rizespor görüşündən sonra stadiona girən şəxslər oyunun baş hakimi Umut Meleri döyüblər. Başa çatan oyunun ardından Ankara Gücünün prezidenti Faruk Koca meydana daxil olaraq hakimə yumruq atıb. Yerə yıxılan hakim daha bir neçə zərbə alıb. Meler özü ayağa qalxsa da aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara'da futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib. Erdoğan hücuma məruz qalan hakim Halil Umut Meler'e zəng edərək tezliklə sağalmasını arzulayıb. Alo Sayın Cumhurbaşkanım, merhabalar. Merhabalar Ali Bey, gerçekten çok üzgünüz. Türkiyə Futbol Federasiyasının bütün hakimləri isə bir araya gələrək yaşıl meydançaya çıxmamaq barədə bəyanat veriblər. Dün akşam yaşananları herkes gördü. Söyleyecek hiçbir şeyimiz yok. Tüm hakemler olarak toplandık. Federasyonumuz ve Merkez Hakem Kurulu yaşanan olayın arkasından alacağımız her kararda bizi destekleyeceklerini belirterek tüm ligleri ertelediler. Ancak şu anda zaten hakemlik ve futbol konuşacak veya düşünecek halimiz yok. Şu anki tek önceliğimiz arkadaşımız Halil Umut Meler'in sağlığına ve ailesine bir an önce kavuşması. Halil Umut Meler'in yanındayız. Bundan sonra kendisi sağlığına kavuştuğunda tüm hakemler olarak tekrar bir araya gelerek kendisiyle birlikte geleceğimiz ve kariyerimizle ilgili alacağımız kararları tekrar sizlere açıklayacağız. Ankara Prokurorluğu Ankara Gücünün prezidenti Faruk Koca'nın həbsinə order verib. Onunla birlikdə ümumilikdə 3 nəfər həbs olunub.
Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları Qalatasaray, Fənərbağça, Beşiktaş, Trabzonspor və digərləri baş verən vəziyyəti pisləyib. Bu hadisədən sonra Türkiyə Süper Liqasının bütün oyunları qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi deyib. Tüm liglərdəki maçları sürəsiz olaraq ertələdik. Hakim Halil Umut Meler isə karyerasını başa vurub. Bu barədə referi özü xəstəxanaya ziyarətinə gələnlərə bildirib. Qeyd edək ki, qarşılaşmanın baş hakimi Halil Umut Meler maçın 50-ci dəqiqəsində Ankara Gücü klubunun futbolçusu Ali Suayinə ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Bu qərar azarkeşlərin böyük reaksiyasına səbəb olub. Görüş 1-1 hesabı heç-heçə ilə başa çatıb. Maç bitiyor. Ankara Gücü 1, Çaykur Rizespor 1, 90 dakikanın. Qalmaqallı kadrları izlədik, amma gəlin bir balaca bax, bu stresli bir məqamdan uzaqlaşaq və sizə dadlı-duzlu rubrikamızı təqdim edək. Bu dəfə nədir mətbəxdə? Çox maraqlıdır ki, bax, biz hamımız Bakı bozbaşını eşitmişik, dadmışıq. Məsəl üçün, mən çox sevirəm Bakı bozbaşını, amma sən demə Kəlbəcərin də bax, yerli bir bozbaş var, çəpiş ətindən hazırlayırlar. Çəpiş bozbaşı, çox maraqlı. Şəkillərin də var, pitini belə, hardasa belə deyə bilərik. Amma çəpiş bozbaşı. Çəpiş ətindən görəsən necə olur? Hazırlama qaydası özünə məxsusdurmu, fərqlidirmi? Nələr var orada? Gəlin mətbəxdən öyrənək. Bu səhərdə biz sizi mətbəximizdən salamlayırıq. Təbii ki, gözəl məkanımız Tonqal restoranından və baş aşbazımız Bəsti xanımla bərabər. Sabahınız xeyir olsun Bəsti xanım. Mən bugün sizə Kəlbəcərə aid olan çəpiş bozbaşı, doğradığımız çəpişin üzərinə soğanı, bir də kərə yağı atırıq, duzunu vururuq, qaynayır. Bu pişəndən sonra da bunu sarımsaq qatıqla Nuş eləyirik. Təbii ki, tamaşaçılarımız da bizi izləsin. Hal-hazırda buradakı hissəmizi belə deyə yekunlaşdırırıq. Çünki əsas məsələ, əsas hissəmiz mətbəxdə gedəcək. Elə yığaq ərzaqlarımızı gedək mətbəxə. Bişirməyə. Çəpişi yığandan sonra üstünü doğramış xırda soğanları tökürük üstünə. Duzumuzu əlavə edirik. Sonra suyumuzu əlavə edirik. Kərə yağı əlavə edib, ağzını örtürük, öz koduna pişir. Azca suyu qalana qədər. Bu da bizim çəpiş bozbaşımızdır. Siz bunu sarımsaq qatığı ilə ya da qatıqla yeyə bilərsiniz. Nuş olsun. Çox sağ olun Bəsti xanım. Təşəkkürlər, minnətdarıq. Biz isə Telesəhər olaraq bugün hər kəslə sağollaşırıq. Növbəti mətbəximizdə bizi gözləyin. Dadlı, ləzzətli təamları bizdən öyrənilməz. Sağ olun, sabahlarınız xeyirli olsun. Bəli, Los Angelesdə Qızıl Qlobusun 81-ci Qızıl Qlobusun mükafatının namizədləri elan olunublar və liderliyi Barbie və Oppenheimer filmləri edir və mənə amma ən maraqlı gələn məqamlardan biri odur ki, mən dərhal sosial şəbəkələri izləyirəm. Dərhal hansı film özünü azca da olsa tutursa, populyarlıq qazanırsa, müəyyən bir tendensiya yaranır. Misal üçün Barbie ilə bağlı xanımlar dərhal o geyimə bürünürlər, saçların rəngi. Hay Barbie, bax belə bir tendensiya, trend yaradırlar. O filmdən asıdır. Misal üçün Napoleonla bağlı filmdə hamı Napoleon papağını geyinmir. Və yaxud Oppenheimer filmində hamı atom bombası ilə bağlı şəkillər çəkdirir. Amma Barbie elə bir estetikdir də. Yəni xanımlar istəyirlər gözəl görsənsinlər. Bunu anlayışla qəbul etmək olar. Gündəmdə olan filmlərdən danışırıq. Görərsən bu həftə kino afişada nələr var?
Los Ancelesdə 81-ci Qızıl Qlobus mükafatına namizədlərin adları açıqlanıb. Siyahıya Barbie və Oppenheimer filmləri liderlik edir. Christopher Nolan'ın bioqrafiyası dram, Greta Gerwig'in filmi komediya və musical nominasiyasında iddialıdır. Onlarla yanaşı Martin Scorsese'nin Dolunay qatilləri, Yorgos Lanthimos'un Kasıb bədbəxtlər, habelə Cənubi Koreya istehsalı olan Keçmiş Həyatlar filmi əsas mükafatlara namizəd göstəriliblər. Bu il Qızıl Qlobusda hər kateqoriya üzrə nominatların sayı 6-ya çatdırılıb. Həmçinin 2 yeni nominasiya əlavə edilib. Banks, Keegan-Michael Key, Danny DeVito kimi Hollywood ulduzları var. Biz tez-tez verilişimizdə İçəri şəhərin o tarixi abidələri ilə bağlı sizə maraqlı süjetlər təqdim edirik və bugün məhz burada mövcud olan qədimi Şah məscidindən bəhs edəcəyik. Və özəlliyi nədən ibarətdir? Hansı tarixi faktlara köklənir? Təbii ki, bunun bizim tarixçilərimiz artıq danışacaq, amma mənim üçün həmişə o qədimi tikililərin mühəndislik həlli yolları maraqlı gələrdi. Misal üçün biz bilirik ki, 15-ci əsrdə tutalım ki, işıqlandırma necə idi? Çıraqlarla daha doğrusu işıqlandırırlar, alovlarla işıqlandırırlar, amma bax bu hiss axı qalmamalıydı binanın içində. Sən demə elə o dövrdə artıq bütün bu məqamlar nəzərə alınırmış. Divarda xüsusi oymalar var, məsamələr var ki, hiss həmin o məsamələrdən çıxırdı. Əlbəttə, bütün bu detallar nəzərə alınıb. İndiki texnologiya ilə o vaxtki texnologiyalar arasında bəzən hətta götürüb öyrəniləsiz məqamlar da var. Razıyam. Tarixin müxtəlif dövrlərində, tutaq ki, qədim Misirdə, Fironlar dövründə o piramidaların tikilməsi insana necə qəribə gəlirdisə və bu insan həyatı bahasına başa gəlirdisə, onun sirri hələ də tapılmayıb. Sirri, yəni o insanlar üzərsən, o zirvəyə necə qalxasan, o yüksəklikdən onu necə qurasan, bu da çox maraqlıdır. Odur ki, orta əsrlər dövrünə bir qədər daha yaxına gəlsək, son əsrlərdə İçəri şəhərdə yaradılmış o gözəl memarlıq nümunələri həqiqətən də bizim sərvətimizdir. Şah məscidi də bura daxil olan ən parlaq nümunələrdən biridir. 1441-1442-ci illəri əhatə edən Şah məscidi. Məscidin minarəsindəki stalaktitlərdən aşağıda gözəl yazı zolağı var. Yazıda bu minarənin 15-ci əsrdə Şirvanşah Xəlilullah tərəfindən tikdirildiyi qeyd edilib. Bütün məscidlərdə olduğu kimi burada da ibadət edənlər üçün Məkkənin istiqamətini bildirən mehrab var. Əsas portalın yan hissələrindəki oyuqlar ayaqqabılar üçün nəzərdə tutulub. Burada orta əsrlərdən qalma su quyusu və kiçik hovuz yerləşir. Vaxtilə saray məscidi həm daxildən, həm də xaricdən gözəl bəzədilib. Məscidin minarəsində mövcud olan kitabədə belə onun 15-ci əsrə aid olduğu haqqında məlumatlar əks olunmuşdur. Kitabənin özünün belə Şirvanşah Xəlilullahın hökmü ilə yazılması barədə fikirlər də səsləndirilir və həmin kitabədə hətta 1-ci Xəlilullah barədə dualar edilir və dualarda deyilir ki, zamanın hökmdarı olan Xəlilullahın dövrü, hökmü və qüdrəti bərəkətli olsun. Və il olaraq da 845-ci il qeyd olunur. Təbii ki, bu qeyd etdiyimiz 845-ci il də hicri ilidir. Həmin bu hicri ilini də miladi ilinə çevirəndə bu da biz qeyd etdiyimiz il ki var, 1441-1442-ci illərə təsadüf etməkdədir. Məscidin mərkəzi zalın düzbucaqlı hissəsindən günbəzə keçidində 4 küncdə daş hörgünün içərisinə böyük saxsı küp yerləşdirilib. Küplərin ağzı salona tərəf çevrildiyindən çox gözəl rezonans, səs effekti yaradır. Danışıq əks səda verərək qadınların hücrəsində də çox gözəl eşidilirdi. Məsciddə müxtəlif forma və təyinatlı oyuqlar var. Döşəməyə yaxın olanlar namaz xalçalarının, hündürdəkilər Quran kitablarının, təsbihlərin, üçbucaqlı formada olanlar isə çıraqların qoyulmasına xidmət edirdi. Məscid ibadət salından, qadınlar üçün ayrılmış kiçik zaldan və bir də xidməti otaqlardan ibarət olmuşdur. Məscidin salonunun ərazisi 70 kvadrat metr olmuşdur. Bu da gördüyümüz kimi ibadət zamanı çoxlu insanın toplanmasına imkan verməmişdi, şərait yaratmamışdı. Bu baxımdan ibadət zamanı əsasən məscidə sarayın yaxınlığında olan adamlar toplaşaraq ibadət edirdilər. 1723-cü ildə 1-ci Pyotrun qoşunlarının Bakını dənizdən top atəşinə tutması nəticəsində Şah məscidinin minarəsi şimal-şərq fasadı dağıntıya məruz qalmışdır.
Çıraq oyuqları maraq doğurur. Oyuqlar qoyularkən çıraq hissinin havaya çıxmasını təmin etmək üçün divarların içərisində boş məsamələr saxlanılıb. İbadət zalının 3 küncündə divar qalınlığındakı pillələr üst qatda yerləşən kiçik otaqlara aparır. Şah məscidinin çöldən olan görünüşü, minarəsi və həyəti də göz oxşayır. İçəri şəhərə Şirvanşahlar Sarayına gələn hər bir qonaq, turist mütləq buranda ziyarət edir. Gülnar Elqarqızı, Vurğan Turabov, Telesəhər. Sağa dönmək qadağandır və ya sola dönmək qadağandır yol nişanları qadağan nişanları qrupuna daxildir və sağa dönmək qadağandır nişanının adından da göründüyü kimi sağa dönmək olmaz. Sola dönmək qadağandır yol nişanı isə sola dönməli qadağan etsə də geriyə dönməyə icazə verir. Bu nişanın da tələbini pozan sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulub. Yəqin ki, bizim Azərbaycanımızda uşaqlığın son gecəsi, 7 oğul istərə və ya Babək filmlərini izləməyən bir insan yoxdur və təbii ki, obrazlarda hamımızın yaddaşlarına qalıb Murad Cəlal Şahbaz. Bax, hazırda o Murad Cəlal və Şahbazların 73 yaşı var. Təbii ki, anladığınız kimi söhbət bizim xalq artistimiz Ənvər Hüseynovdan gedir və bizim həmkarımız Ənvər Həsənovdan gedir və bizim həmkarımız görüşüb artistimizlə. Ənvər Həsənovla bağlı son vaxtlar əlbəttə onun səhhətindəki müəyyən problemlərlə bağlı çox danışılırdı. Biz xalq artistimizə ilk növbədə can sağlığı arzu edirik və nə yaxşı ki, o bu kolleksiyanı toplayıb. Bir yaradıcı şəxs üçün onun o filmlərdə oynadığı obrazlar özündə əks etdirən, həkk edən o foto şəkillər bunların qalması, ona olan diqqət, ona olan münasibət əlbəttə çox önəmli əhəmiyyət kəsb edir. Gəlin Ənvər Həsənovun məhz özünün xatirələrində həmin kolleksiyaya baş vuraq və qayıdaq həmin illərə, həmin filmlərin çəkilişlərinə. Keçən səfər dükana getmişəm, bir də gördüm bir dənə arvat verirdi. Vay! Dedim, az nə olub? Dikşindi mi? Deyir, ay, Canan, Ənvər sənsən? Deyir, mənəm. Heyf o çəkən günlər, ay Canan. Keçdi o günlər. Çoxdan keçdi. Oynadığı rollarla, obrazlarla Azərbaycan xalqının qəlbində taxt quran Ənvər Həsənovun qonağıyıq bugün, hörmətli tamaşaçılar. Ənvər müəllimin həm səhhəti ilə maraqlanacağıq, əhvalı ilə maraqlanacağıq. Eyni zamanda bura onun evinə gəlməyimizin tək səbəbi Ənvər müəllimin oynadığı rollarla, obrazlarla bağlı deyil. Eyni zamanda Ənvər müəllimin çox maraqlı şəxsi kolleksiyası ilə də sizi tanış edəcəyik. Məsələn, divarda gördüyünüz o xəncər elə Ənvər müəllimin Babək filmində oynadığı və istifadə etdiyi xəncərdir və bugün onun öz şəxsi kolleksiyasında qorunub saxlanır. Qəlbimizdə taxt qurub uşaqlığın son gecəsindəki Murad, Dərviş Parisi partladırda Şahbaz, 7 oğul istərəmdə Cəlal, realda da Ənvər Həsənov. 73 yaşı olsa da simasında hələ də o obrazların əksi var, tanışdır, doğmadır. İndi hər şeydən, hamıdan uzaq, dəniz kənarındakı evində yaşayır. Sakit, huzurlu. Biraz sağlamlığından, biraz da Azərbaycan kinosunun bugünündən gileylidir sadəcə. Hələ səhərəcən inandırım sizi ki, o çəkiliş meydançası yadıma düşür, çəkilişlər yadıma düşür. Allah rəhmət etsin, o dostlarım yadıma düşür. Çox təəssüflər olsun ki, Azərbaycan kinosu 90-cı ildən çox zəifləyib, çox aşağı düşüb. Əvvəlki birinci o yaradıcı heyət yoxdur, Allah rəhmət eləsin. Kompozitorlardır, operatorlardır, rejissorlardır. Yaratdığım obrazlar mənim bir parçamdır. Elə ona görə də nəvələrimə də Murad, Cəlal və Sirac adlarını vermişəm, deyir xalq artistim. Hər kəs məni küçədə bu obrazlar kimi görürdü, sarılırdım. Hətta buna görə həyat yoldaşım məndən ayrılacaqdı, söyləyib keçmiş xatirələrinə gülümsüyür. Mən küçədə gəndə mənə Murad da deyirlər, Cəlal da deyirlər. Yoldaşımla yolda gedirəm, gəlirlər mənə qucaqlayırlar, öpürlər. Yoldaşım məndən ayrılmaq istəyirdi, boşanmaq istəyirdi. Həmən öyle şey görmək olar. Gözümlə belə edirəm ki, gəlmə, yaxınlaşma, yox, cümürlər, maçquz. O gözlər kimi hər tərəf qara.
Ənvər müəllimin sənəti özü qədər də elə illərdir topladığı kolleksiyası da çox dəyərlidir. Biz hazırda bu kolleksiyanın kiçik bir hissəsinin qarşısında dayanmışıq. Burada xəncərlər var, eyni zamanda lampalar var və təsbehlər var və qeyd eləyək ki, Ənvər müəllim müxtəlif ölkələrə qastrol səfərləri zamanı bu qiymətli əşyaları oradan gətirib. Onu da əlavə eləyim ki, bu təsbehlərin əksəriyyətini elə Ənvər müəllim özü öz əlləri ilə hazırlayıb. Xalq artisti, prezident təqaüdçüsü Ənvər Həsənovun evini xatirələrlə dolu fotolar bəzəyir həm də. Bizə maraqla, həvəslə, biraz da keçmiş günlərin həsrətində olaraq izah eləyir. Harda, necə çəkdirdiklərini. Axı illərini bu peşəyə həsr edib. Nazinə çox 38 filmdə çəkilib, 20-yədək filmdə isə rejissor köməkçisi və assistent kimi iştirak eləyib Ənvər Həsənov. Billurə Mikayıllı, Telesəhər. Türkiyə bazarında rəqabətə Çin liderinin rəsmi avtomobili olan Hongqi də qoşulub. O, bu ölkənin ən qədim və böyük istehsalçılarından olan FAV Group tərəfindən dövlət başçıları və yüksək səviyyəli hökumət rəsmiləri üçün istehsal olunur. Türkiyəyə gətirilən yeni modeldən indiyə qədər 18-i satılıb. Hongqi EHS9 modeli 8,5 milyon TL qiyməti ilə diqqət çəkib. Şirkət satışlardan razı qaldığını açıqlayıb. O, 551 at qüvvəsi və 750 Nm fırlanma anı təklif edir. 0-dan 100 km/saata təxminən 5 saniyəyə sürətlənir. Bu dəbdəbəli, ağıllı, dördtəkərli ötürücü sistem istifadəçilərə uzun məsafə, komfort, sport, all-road, off-road və custom kimi sürmə rejimləri vəd edir. Hongqi EHS9 ağıllı sensor sükan çarxı, mobil telefon vasitəsilə kilidin açılması, temperaturun tənzimlənməsi, uzaqdan idarə etmə kimi funksiyaları yerinə yetirə bilən 6 smart ekrana malikdir. Tətbiqlərarası mesajlaşma funksiyası bu ayın sonunda Facebook və Instagram tərəfindən ləğv ediləcək. Facebookun baş direktoru Mark Zuckerberg bir neçə il əvvəl şirkət damı altında tətbiqləri birləşdirmək üçün düyməni basmışdı. Daha əvvəl Messenger və Instagramda mesajlaşma xidmətlərini birləşdirən çətir şirkəti olan Meta son illərdə Facebook və Instagram mesajlarını birləşdirməyə qərar verdi. Facebook və Instagram birbaşa mesaj erası başa çatmaq üzrədir. Platformalar arasında birbaşa mesajlaşma imkanı verən funksiya 3 ildən sonra silinəcək. Instagram və Facebook arasında tətbiqlərarası söhbət funksiyası bu il dekabrın ortalarında tamamilə dayandırılacaq. Əvvəllər başlamış tətbiqlərarası söhbətlərə giriş davam edəcək. Bununla belə köhnə çatlarda göndərilən mesajlara cavab vermək və eyni söhbətləri başlamaq mümkün olmayacaq. Meta'nın açıqlamasına görə 2020-ci ildə buraxılan tətbiqlərarası söhbət xüsusiyyətləri ailələri ilə söhbətə başlayarkən Instagramı yükləmə öhdəliyini aradan qaldıraraq Facebook Messenger istifadəçilərinin mesajlaşma təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Son günlərdə qış fəsli artıq özünün əsr simasını göstərir. Havanın temperaturu bir xeyli aşağı düşüb və Axı ki, dekabrı görə bilirik. Dekabrı görə bilirik tam bütün reallıqları ilə və yağış çiləyir. Əslində insanlarımız deyirlər ki, yağış çiləsin, havanın temperaturu düşsün, bircə külək olmasın. Külək olmasın, Bakının küləyi. Bəli, Bakının küləyini dözmək olmaz. Hətta deyirlər ki, bir 10 dərəcə, -10, -15-20 dərəcəyə də dözmək olar. Amma külək olmasın, çünki külək o soyuğu gətirə bilir. Çox şikayətlənirdik ki, bu dekabr hardadır? Bu dekabr niyə dekabrlığını göstərmir? Mayı və yaxud bahar fəslini xatırladır, amma yağış var. Görəsən, bugün də davam edəcəkmi bu yağış paytaxtımızda? Ümumiyyətlə, hansı sürprizləri bizə təqdim edəcək bugün hava? Yoxsa sürprizsiz keçəcək günümüz? Bax, bunu artıq bizə Nilüfər çatdırsın. Sabahın xeyrinə Nilüfər. Sinoptiklər nə deyirlər? Necə olacaq hava? Salam, sabahınız xeyirli və uğurlu olsun. Hər birinizi salamlayıram. Elə sizin də qeyd etdiyiniz kimi artıq bir neçə gündür ki, ölkə ərazisində və Bakıda yağışlı və soyuq hava şəraiti müşahidə olunur ötən günlərə nisbətən. Bəs gəlin görək gün ərzində hava necə olacaq? Bu yağıntılar davam eləyəcəkmi? Bizə bununla bağlı Fidan xanım məlumat çatdıracaq. Salam, xoş gördük Fidan xanım. Bizi bugün necə hava gözləyir? Yağış davam eləyəcəkmi gün ərzində?
Salam, sabahınız xeyir. Bugün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 7 dərəcəyədək isti olacağı gözlənilir. Sabah da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yağıntıların axşam tədricən kəsiləcəyi gözlənilir. Bugün Azərbaycanın bölgələrində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağıtay rayonlarda isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gündüz 6-10 dərəcə, dağlarda isə 0-3 dərəcə aşağıda olacağı gözlənilir. Sabah da Azərbaycanın bölgələrində yağıntılı hava şəraiti müşahidə olunacaq, axşam yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Çox sağ olun. Elə az öncə də qeyd etdiyimiz kimi gün ərzində yağışlı və soyuq hava bizi gözləyir. Odur ki, evdən çıxarkən əyninizi qalın giyməyi unutmayın. Mən isə buradan hər birinizə havadan asılı olmayaraq xoş gün və xoş həftə arzulayıram. Hələlik isə bizdən bu qədər. Buyurun, söz sizdədir. Çox sağ ol, təşəkkürlər Nilüfər, minnətdarıq. Və biz bayaq qalib ol viktorinasını elan etdik, onun sualını da elan etdik. Bizə tamaşaçımız müraciət edib Hüseyin bəy. Hüseyin bəy, biz onunla ünsiyyət quracağıq, bizimlə qalın. Hüseyin bəy, sabahınız xeyir olsun. Salamlayırıq sizi. Salam əleykum. Necəsiz, əhval-ruhiyyəniz necədir? Çox sağ olun, Allah razı olsun. Dekabrın 13-ü, 13 deyirlər nəs rəqəmdir. Bunun sizə təsiri var yoxsa yox? Mən bilən yox. Yox, mənim adamımsınız, eşq olsun. Belə olmalıdır. İnsanlar ətrafa rəqəmdən, nə bilim, nəslikdən, düşər-düşməzdən sonra işıq saçmalıdırlar. Biz ilk sualımızı sizə təqdim edək. Məşhur Nobel mükafatı hansı ölkədə təqdim olunur? İsveç. Doğrudur. Bu arada bir məqama da toxunmaq istərdi. Əgər Nobel sülh mükafatı isə Norveçdə təqdim olunur. Yerdə qalan digər nominasiyalar olsa, tibb üzrə, ədəbiyyat fərq etməz. Bu, məhz İsveçdə təqdim olunur. İkinci suala hazırıq, yoxsa yox? Hazırıq? Bəli. Hazırıq. Buyur həmkəm. Səsləndirim sualı Hüseyin bəy. 1986-cı ildə lentə alınmış Çalı quşu miniserialında Fəridə obrazını hansı aktrisa canlandırıb? Aydan Şenerev. Tamamilə doğrudur. Görürsünüz, mən hiss elədim ki, Hüseyin mənim, yəqin ki, orta və ya yaşlı nəsil nümayəndəsidir. Hüseyin mənim, neçə yaşınız var? 68-ci ildənəm. 68-ci ildənsiz, yəni hesablayın, onda mən hesablayayım da ya. 56 olar, gələn ay. 54, yox 54 olmaz, 62. 56 yaşı var. Yəni 80-ci illərdə, 80-ci illərin sonundakı bu serial artıq çıxmışdı. Siz gənc, belə bəlkə də tələbə olardınız. Bəli. Və bu çox populyar idi. Rus dilində verirdilər özü də. Böyük həvəslə baxırdı. Və Aydan Şener bir çox, belə deyək, gənc oğlanların belə sevimli bir gözəlliyi forması idi. İdealına çevrilmişdi. Sizi təbrik edirik. Siz Notre Dame de Paris müzikalına yox, Paris Notre Dame'a İthaf adlı tamaşaya 2 nəfərlik bilet əldə etdiniz. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ayın 15-də nümayiş olunacaq yeri gəlmişkən 2 gün sonra. Uğurlar sizə, hələlik. Və biz də keçid edirik bizim növbəti rubrikamıza, sosial mediamıza. Sosial media hansı maraqlı kadrlarla, videolarla yaddaşlarda qaldı, hansılar bir trend yaratdı. Bax, bu artıq, təbii ki, biz bunu həm də bugün sizə təqdim edəcəyik bu kadrları. Həmişə pişiklərdən, şişanlardan belə nümunələr çünki olan onlar videolar pozitiv enerji verirlər, pandalar, bir neçə gün əvvəl Dövlət Yol Polisinin yaxşı bir çağırışını elə sosial mediadan da gördüm. Söhbət yaxşı bir çağırış ondan ibarət idi ki, avtomobil sürücüləri bu qış aylarında pişiklər, balaca heyvanlar sığınacaq axtarırlar biraz isinmək üçün. Ona görə də biraz ehtiyatlı olmalıyıq maşını idarə edəndə. Birdən zədələyə bilərik o pişikləri, xətrinə deyə bilərik. Bəli, avtomobillərin altında yerləşirlər, özlərinə isti bir künc yaradırlar. Ona görə bir balaca ehtiyatlı olsanız yaxşı. Biz tez-tez o 80-ci illərin filmlərini, komediyalarını izləyəndə belə bir kadrları görürük. Çimərlikdə istirahət edirlər və yanlarında balaca bir magnitolaları və əslində, baxın, İttifaqlar ölkəsində belə bir magnitolalar Omskda istehsal olunurdu və 87-ci ildə ilk dəfə məhz Azərbaycanda amfitron magnitolasının sınağı keçirildi. Bakıda portativ magnitofonlardan söhbət gedir. Yəni gəzirdin, keçirdin, ürəyin hara istəyirdi, həmin magnitofonu aparıb istədiyin lent yazısına qulaq asa bilirdin. O da bir bu yenilik idi 87-ci ildə. Necə görsənirdi? Bəlkə də gənc nəsil heç bilmir o necə görsənirdi. Gəlin birlikdə baxaq.
Bakı Radio Quraşdırma İstehsalat Birliyində yeni məhsulun Amfiton MR markalı magnitolanın sınaq dəsti istehsal olunmuşdur. Amfiton MR magnitolasının yaradılmasında radyo qayırmanın son nailiyyətlərindən bacarıqla istifadə edilmişdir. Kiçik ölçülü magnitola səyahət həvəskarlarının ürəyincə olacaqdır. Həm miniatür magnitofonun, həm də qəbul edicinin bir sıra xüsusiyyətlərini özündə birləşdirən bu cihaz asan idarə edilir və yüksək səsləndirmə keyfiyyətinə görə fərqlənir. Məhsulu Dövlət Qəbulu Komissiyasına ilk təqdimatda təhvil vermək üçün konveyer xəttinin işinə ciddi nəzarət edilir. Tezliklə yeni magnitolanın kütləvi istehsalına başlanacaqdır. Bax, beləcə 87-ci ilə də kiçik virtual bir səfərimizi etdik, o kadrları izlədik. Verilişimiz isə sona çatır, hava çiskinlidir, gözəl bir yağış çeliyir, yağmurludur. Amma bəzən də insanlarımız deyirlər ki, havadan sulu qarın ətri gəlir. Bu sizin əhvalınızı biraz da gözəlləşdirsin, bir gözəllik qatsın, ruh oxşasın. Bax, belə bir arzu ilə sizinlə ayrılmaq istəyərdim. Pozitivliyinizi qoruyun, saxlayın. Biz isə sabah yenidən sizin görüşünüzə gələcəyik. Gününüz uğurlu olsun əziz dostlar. Dekabrın 13-üdür bugün. 13 əqəmisiniz. Qətiyyən qorxutmasın. Eləcə də gözəl havadan, gözəl əhval-ruhiyyədən və ətrafınızda seçdiyiniz insanların sizə verdiyi enerjidən qidalanın, bəhrələnin. Yaxşı insanlar seçək həyatımızda ki, günümüz də yaxşı keçə bilsin. Biz isə gözəl gün arzusu ilə sizə ələlik deyirik. Sabaha qədər. Salamat qalın.